K'nın içərisində K bir nəfər. Bu K'nın içərisində K yenə bir nəfər. Bu el düşüb bura 7 olaraq. Deməli, elin qiyməti neçədir? 7. 7 desə və 7 K'ya bölünmürsə, K 7-dən böyükdür. K 7-dən böyükdürsə, neçə ola bilər? 8. Ya 8 ola bilər, ya da 9 ola bilər. Çünki 8 olsa 887-ni 8-ə böləndə 110 düşəcək. Təbii ki, bu qalır və bölünmədiyinə görə bir dənəsi buraxırıq. 880. Çıxanda 7 qalır. Bir də K'nın yerinə 9 yazsan, 9-a bölsən yenə 110 düşəcək. Qalır 7 qalır. Hər vəziyyətdə sonuncu rəqəm bura qalıq kimi gəlir. Bu öz yerində minimum deyirsə 8, maksimum deyirsə 9, cəmi 17-dir. Hər vəziyyətdə də 110 cavab bilməm.